Hər bir erkək, hər bir bəy, qadınlardan, qızlardan iltifat dolu, tərif, eşq dolu misralar yazılır. Hər bir bəy öz sevgi dünyasını kəşf edir, sevinç dolu həyatla. Mövzular, mübadilələr, aşiqlər barədə fikir bildirir. Mən isə özümə susmağı tərcih edirəm. Çünki mən qələm vərəqlə deyil, mən gerçəkdən xoşbəxtliyi bəxş etmək istəyirəm. Çünki mən ürəkdən sevirəm. Çünki mən nəyin xəyal, nəyin həyat olduğunu bilirəm. Çünki mən müqəddəs sevginin nə xariqələr yaratdığını və aşiqlərin nəyə qadir olduğunu bilirəm. Necə deyiblər, Allah deyil, edən bəndəsidir. Allah deyil, edən bəndəsidir.